Bir vaxtlar yalnız məktəbli çantasının ayrılmaz hissəsi sayılan dəftərlər bu gün həyatın müxtəlif sahələrində istifadə olunur. İndi dəftər təkcə dərs yazmaq üçün deyil, gündəlik plan qurmaq, ideyaları toplamaq, hissləri qeyd etmək, hətta yaradıcılığı inkişaf etdirmək üçün istifadə edilir. Müxtəlif ölçülü, rəngli və dizaynlı dəftərlər artıq həm uşaqların, həm də böyüklərin gündəlik həyatında xüsusi yer tutur. Psixoloqlar qeyd edirlər ki, əllə yazı yazmaq insanın diqqətini toplamağa, yaddaşı gücləndirməyə və fikirlərini daha rahat ifadə etməyə kömək edir. Xüsusilə də gündəlik tutmaq və ya planları yazmaq insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə belə kağız və qələm öz dəyərini itirmir. Çünki bəzən bir neçə sətirlik qeyd illər sonra insan üçün ən qiymətli xatirəyə çevrilir.